təqdim etmək istəyirəm ki, Şuşa Mədəniyyət Evinin bədii rəhbəri, Buta rəqs qrupunun yaradıcı rəhbəri, dəyərli dostum, pedaqoq xoreoqrafımız Türkənə xanım Bayramova, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Və qeyd eləmək istəyirəm ki, bizim sevərək uzun illər olsun. Nəhayət ki, qovuşduq biz efir məkanında. Xoş gəlmişsiniz. Səhər oymaqla ümumiyyətlə aranız necədir Türkənə xanım? Problemim yoxdur bu arada. Əla. Da bu cür pedaqoq, illərin rəqqasəsi, gözəl müəllimə. Gimnastika sağlamlığın bir mənalı başında dayanan. Çünki bəzi hallarda valideynlər şikayətlənirlər ki, uşağın immun sistemi yaxşı deyil, tez-tez xəstələnir. Mən öz övladımdan görürəm həqiqətən də ki, uşaqlarda günümüzdə xəstəliklər həddən ziyadə artıb. Ona görə düşünürəm ki, immunitetin bir mənalı başında dayanan fiziki aktiv olmaq, gimnastikaya müraciət eləmək, rəqslərə gözəl formada müraciətlər eləmək. Türkənə xanım, ümumiyyətlə sizdən soruşmaq istəyəcəm. Peşəkar rəqs pedaqoqu və xoreoqraf olaraq rəqs sənəti sizin üçün nə ifadə edir? Rəqs, belə deyim sizə, birinci növbədə sağlamlıqdır. Və rəqsi sevərkən, davam eləyəndə çox gözəldir də. Sevirsən, davam eləyirsən, həm sağlamlıqdır, həm aktivlikdir, həm günə məsəl üçün rəqslə başlayanda gün ərzində çox aktiv olursan. Mənim üçün isə şəxsən, mənim üçün rəqs həyatdır. Həyatdır, bilirəm. Çox belə gözəl rəqslər sərgiləyirsiniz. Türkənə xanımın bu arada sosial şəbəkə adresi də var. Twitter bölümündə qeyd olunur. Türkənə xanımı daha da yaxından tanıya bilərsiniz, izləyə bilərsiniz. Ümumi olaraq sizə görə rəqs mədəniyyəti uşaqlar və gənclər arasında necə tanıdılmalıdır? Yəni bu daha çox necə populyarlaşdırılmalıdır uşaqların, gənclərin? Düzgün şəkildə, ən önəmlisi düzgün şəkildə. Necə? Mən xoreoqrafam, mən də xoreoqraflardan, xalq artistlərindən təhsil almışam, dərs almışam. Onları buradan salamlayıram. Çox sevirəm onları ki, məni bu cür yetişdiriblər və mən də tələbələr yetişdirirəm. Düzgün şəkildə. Yəni, indi son zamanlar görürsünüz ki, bəzən uşaqlarda düzgün şəkildə rəqs təhsili almırlar. Amma çox istəyərdim ki, müəllim seçimində düzgün eləsinlər. Düzgün, necə deyim, rəqsə başlayanda, gimnastikaya başlayanda və yaxud da ki, hansısa bir idmanla məşğul olanda uşaqlar daha çox sevirlər onu. Əlbəttə, sevərək başlayırlar və özlərində də görürlər ki, bu iş üzrə, bu sənət üzrə daha da irəliləyirlər. Yəni, bundan çox danışmaq istəyərdim. Sizcə, Türkənə xanım, uşaqlara, çünki sizə əminəm ki, yaş qrupundan asılı olaraq balaca uşaqlar da, 3-4 yaşında da uşaqlar gətirirlər. Bayaqki gənc qızlarımız kimi yeniyetmə qızlar da müraciət edir sizə. Ümumiyyətlə, bütün yaş qruplarına siz dərs keçirsiniz, çox gözəl formada özlə rəqslər öyrədirsiniz. Sizcə, bax, uşaqlarla çalışırsınız uzun illərdir. Uşaqlarda rəqs elementlərini, rəqsi öyrətməyin ən çətin tərəfləri hansılardır? Onlar yeni gələndə, biz onları sevdirmək üçün rəqslər, uşaq rəqsləri ilə başlayırıq. Yəni, uşaq rəqsləri, məsəl üçün, bizdə cücələrim rəqsidir, sonra bizdə qızıl lalələr rəqsidir. Uşaqlar sevirlər onu. Modernda, xaricdə olan rəqslərimiz var ki, məsəl üçün, bizdə o vaxtı Buratino rəqsləri ifa eləmişdir. Uşaq belə-belə sevməyə başlayır 4-5 yaşından. Sonra keçirəm milli rəqs hərəkətləri öyrədirəm onlara. Yavaş-yavaş rəqs qururam. Bəzi hallarda olur da, əminəm sizdə də uşaqlar xəstələnir, valideynlər göndərmirlər. Çox hallar, hal-hazırda o vəziyyətdə həkimimiz də dedi, bayağı vurğuladı. Soyuq dönəmdir də. Bir olanda necə olur uşaqlar? Təbii ki, bəzən vaxtı olur ki, bir ay istirahət verirlər, elə olur müalicələr. Həkimdən də oradan soruşmaq istəyərdim. Bununla bağlı nəmək olar ki, uşaqlar daimi dərslərinə davam eləsinlər və onlar dərsdən qalanda xəstəliklə bağlı qalırlar çox vaxt. Dərsdən qalanda da geri düşürlər. Yəni, bu son zamanlar viruslardır deyirlər də, Günay xanım. Eynən. Mən öz övladımdan bilirəm ki, həqiqətən klinikalarda hal-hazırda dinmək olar ki, Lalə xanım, siz daha gözəl bilərsiniz, yer yoxdur. Və həqiqətən dövlət xəstəxanalarında ümumiyyətlə yer yoxdur. Özəl klinikalarda bəzi lazımdır. Qüvvət bir kəmər etmək istəyirəm. Hərəkətsizlik də immunitet sistemini aşağı salır. Hərəkətlə çox, məsəl üçün, rəqslə biz məşğul oluruq. Üzr istəyirəm. Əlbəttə. Mən imtahana girmişdim 39 qızdırma ilə. Yəni, məcbur həmin vaxtda İmtahan yazılı yoxsa rəqs imtahanı? Yox, rəqs imtahanı. Mən xoreoqrafam. İmtahana girərkən, çox əvvəl olub bu, girərkən 39 qızdırma ilə və imtahandan çıxanda biz orada rəqs edirik. Qızdırma artıq düşmüşdü. Yəni, mən deyirəm ki, tərləmişdi. Yox, psixoloji tərləməklə də. Əzələ sistemi
çox aktiv İllər əvvəl çalışdığında anamız, atamız bizi belə ədyalların, yorğanların altına girib tərlədirdilər. Amma mən ədyalsız, yorğansız məşq nəticəsində gedib girdim. Məncə o sizdə sevgidir. Türkanə xanım, o sizdə sevgidir. Bax, 2 övlad anası olaraq əslində baxsaq kənardan bilmir, amma mən illər tanıyıram deyə bilirəm ki, 2 övlad anası olaraq səhvimizə qızımızın 12 yaşı, oğlunuzun 10 yaşı var idi. 2 gül balanın anası olaraq siz ümumiyyətlə pediatrik belə fürsət düşüb canlı Lalə xanıma nə sual verərdiniz? Lalə xanım özü çox gözəl vurğuladı hər şeyi. Virusla bağlı, bu aralar çox viruslar yayılıb. Yəni biz onun qarşısını almaq üçün təbii ki, hərəkət eləyirik. Bəs başqa dediniz mağaza yeməkləri falan belə şeylər, dükan yemək olmaz. Əlavə nə edə bilər? O şəkildə də olanda belə xəstələnirlər uşaqlar. Mənim tələbələrim şəxsən ona görə ki, sağlam qidalanmasına rağmen xəstəliyi rahat atlada bilmir. Və rəngləri onların solur. Hər səfər xəstələnəndə həkimə müraciət edib toplu immunitetin tərəfindəyəm. Ay, nə gözəl. Dəyərli izləyicilərimiz, bir çox maraqlı mövzulardan danışırıq, amma sözsüz ki, bayaq bizim dəyərli Türkanə xanımın da dediyi kimi, həyat varsa, hərəkət varsa, həyat var deməkdir. Bəzən keçənlərdə eynən rəqs varsa hələ-hələ, həqiqətən də rəqs çox başqa bir aləmdir, başqa bir dünyadır. Bizim canlı tariximizdir. Sizə söyləyim ki, məsələn, uşaqları yönləndiririk fiziki aktivlik üçün rəqsə və yaxud da idmana. Hətta müəllimlər belə sağlam uşaqların içərisində uşaqda dayaq hərəkət sistemində problem varsa, məsələn, skalyozu varsa, lordozu varsa, onu təsbit edib həkimə yönləndirir. Bəli, şəxsən mən elə edirəm. Olmalıdır da, düzdürmü Türkanə xanım? Biz dərsdən öncə mütləq isinmə hərəkətləri və gimnastika ilə də məşğul oluruq. Uşaqlarda hətta mənim belə bir tələbəm var idi. Biz gimnastika ilə məşğul olanda uşağın onurğasında совсем belə əməli boşluq əyrilik var idi. Mən onu həkimə yönləndirdim və şükür Allaha bugünkü gündə uşaq normaldır. Rəqsə də davam edir, qamət də düzdür. Hətta necə deyim, belə çox da gözəl rəqs eləyir. Yəni amma gələndə elə deyildi. Düzgün olması çox önəmlidir. Ağciyərlərin açıq olması, yetərli nəfəs ala bilmək. Məsələn, immun sistemini zəif tutan bir faktor da odur. Yetərli nəfəs ala bilməmək. Bəli. Təxənnələrdə problem olur. Bəli. Məsələn, həmin o sualları da istinad eləyərək Türkanə xanım, istəyəcəm sizdən soruşum. Uşaqların göstərdiyi rəqs elementləri standart elementlərdirmi? Yəni tarixi, genetik elementlərimizdir, yoxsa hər hansı bir özünüz əlavə elementlər əlavə eləyirsinizmi? Təbii ki, tarixdən gəlmir rəqs hərəkətlərimiz var, amma müasirlik olaraq əlavələr eləyirik. Əlavə hərəkətlər eləyirik. Yəqin ki, müəyyən kompozisiyalara müdaxilə istiqaməti. Yəni musiqilər də müasirləşdiyi üçün biz onlara görə rəqslər qururuq. Mənə çox maraqlıdır. Bax, siz bəs özünüzü necə inkişaf elətdirirsiniz? Yəni, mən görürəm ki, Türkanə xanım dayanmadan, durmadan özlərində çalışır. Müəyyən tədbirlərdə, konferanslarda, müəyyən, belə deyək də, yəni, hətta dövlət tədbirlərində də görürəm siz çox tez-tez. Nələr eləyirsiniz? Nə kimi yeniliklər var? Belə deyim, öz işinizdə, uşaqları artıq danışdıq, yenidən danışacaq uşaqlarla bağlı. Sırf Türkanə xanım Bayramov olaraq nə yeniliklər var? Mən mədəniyyət evində işləyirəm, bilirsiniz ki, uzun illərdir. Bəli. Orada işləyirəm. Orada ilin ən yaxşı mədəniyyət işçisi adına layiq görülmüşəm. Hətta biz orada dövlət tədbirlərində çox iştiraklar etdim. Ən çox rəqslə bağlı çıxırıq biz. Çünki mənə ən çox mədəniyyət evində rəqsə görə ehtiyac olur. Əlbəttə. Amma biz festivallar təşkilləmişəm orada, yəni Şuşa mədəniyyət evi üçün. İnşallah ki, yaxın zamanlarda Şuşamıza qayıdırıq biz, köçəcəyik. Orada da böyük yeniliklər eləməyi düşünürəm. Şuşa Mədəniyyət Evinin dəyərli xoreoqrafı olaraq məncə bu səlahiyyətə tamamilə sahibsiniz və bu səlahiyyətinizi belə deyim də, yəni qaynaqlanaraq istəyirəm bu sual səsləndirirəm sizə. Əminəm Lalə xanım sizin də yaralı yerlərinizdən biridir. Çünki mütəmadi hər birimizin sosial şəbəkə adresimiz var və mütəmadi biz istər Instagram üzərindən, istər TikTok platforması üzərindən videolara baxırıq, görürük. Hansı ki, uşaqların, qız uşaqlarının heç bir etik qaydaları qorumadan oğlan kimi rəqs eləməsi, oğlan hərəkətlərini tərənnüm eləməsi, ümumiyyətlə rəqs normativlərini kənara qoyaraq fərqli cür rəqslər, qeyri-etik hərəkətləri rəqs adı ilə təqdim eləməsi. Bu haqda istəyəcəm fikirlərinizi bildirəsiniz. Çünki ənənəvi milli rəqslərimizi qorumaq, inkişaf elətdirmək valideynlərimizin də, eləcə də xoreoqrafımızın ən belə ülvi vəzifə ötəklərindən biridir. Bəli, mən də bir xoreoqraf kimi çox qarşıyam. Yəni son zamanlarda burada hətta onun xalq artistlərimiz də var ki, bunun haqqında tədbirlər də görüldü. Heç ümumiyyətcə rəqslə əlaqəsi olmayan insanlar, valideynlər görüntü xoş olur deyə uşaqlarını, hətta xüsusən qız uşaqlarını göndərirlər və etik qaydalarına uyğun olmayaraq qəribə
göstərir. Bəli, qəribə görürsüz, yəni həkimimiz də deyir onu. Qəribə hərəkətlər edirlər. Sonra deyirik, niyə bu qədər problemlər artır? Olmaz, üzr istəyirəm ifadəmə görə. Sanki bir dənə tin uşağı kimi hərəkətlər qız uşaqlarına olmaz, avara kimi hərəkətlər eləyirlər və bu çox xoşa gəlməz hal alır. Yenə də vurğulayıram ki, xalq artistlərimiz bu haqda tədbirlər gördülər böyük. Mən də buradan bir xoreoqraf kimi bəzi rəqs müəllimlərinə, hətta dırnaq arası rəqs müəllimlərinə səslənirəm ki, qız uşaqlarını belə rəqslərlə, rəqs demək olmaz, belə şeylərlə yönləndirməyin, olmaz. Xanımın xanım kimi rəqsi var, kişinin kişi kimi rəqsi var. Bu heç kişiyə də aid olmayan rəqslər. Yəni desəm ki, kişi rəqslərdir, kişiyə də aid bir rəqslər deyil. Çox qəribə hərəkətlərdir. Yəni göstərmək də olmur. Bizim tarixdən, qədim dövrdən bura hərəkətlərimiz var. Çox gözəl rəqs növlərimiz var ki, onları qəribə şəkildə çatdırırlar. Və həkim də dediyi kimi, xanımların, qızların bədənlərinə də uyğun deyil, hormonlarına da pozğunluq gətirirlər, psixologiyasına təsir göstərirlər və valideynlər də baxır ki, mənim qızım oynayır, mənim oğlum o oyun deyil, o rəqs deyil. Bu sistem necə baş verir, Lalə xanım? Mənə çox maraqlı. Bax, avtomatik olaraq kişi hormonları artır. Əlbəttə. Ona görə də, yəni düzgün olmayan idman növləri və düzgün olmayan psixologiyasına belə təsir göstərir. Rəqs növləri beyində uyğun olmayan asinxronizasiya yaradır. Keçənlərdə bir psixoloq qonağımız gəlmişdi, qonağımız olmuş. Uşaq psixologiyasını danışır. Deyirdi hətta bu indi kiçik summativ qiymətləndirmə, böyük summativ. Yəni bizim dövrümüzdə belə yox idi axı. Biz yəni imtahanı bu qədər sıxlıqla vermirdik. Deyir indi ki, bu təyin olunan, tətbiq olunan imtahan rejimləri belə uşağın psixoloji olaraq daha belə gərgin vəziyyətdə olması və gərginliyin immunitetlə əlaqələndirmişdi. O psixoloji tərəfdən danışmışdı. Bəs bağırsaq problemləri, o cümlədən də bu uşaqlar ayda 2-3 dəfə həkimdə olurlar. O cür otorite ailənin uşağı sürəkli həkimdə takibdədir. Bəs Aycan, və hətta bəzən valideynlər deyir ki, bayaq dediniz 5-yə qədər, kesə qədər o imtahan çox gərgin olurlar. Bəzən valideyn deyir ki, uşağın dərsləri çoxdur, müəllimə, rəqs yorur onu. Xeyr, əslində onlar daha beyin açılır. Bu son zamanlar çoxdur da. Stres atır, əylənir, oynayır və beyin başqa cür inkişaf edir. Beynin başqa yarım kürəsi inkişaf edir. Çox maraqlı olur onlar üçün. Amma yorulmur. Bəzən vaxt uşaq biz nədən yorulur, Gülnar xanım? Biri var qayda qanunla oynamaq, qayda qanunla, yəni hərəkətləri bunu eləməlisən, bunu eləməlisən. Biraz uşaqlar onda yorulur ki, mən bunu eləmək istəyirəm. Amma yox, sonra zaman düzəlirlər və çox sevinirlər. Bəzən deyirlər ki, görürsən uşaqlar necə yadında saxlayır o hərəkətlərin ardıcıllığını. Elə sual verənlər olur da sizə ki, necə yadında saxlayacaq o 3-4 dəqiqəlik kompozisiya, hətta 5-6 dəqiqəlik kompozisiyalar olur ki, bir qrup uşaqlardır, hansı ki orada 5-6 uşaq, 10-15 uşaqdır, hamısı standart eyni hərəkətlər edirlər və bir saniyə də o tərəf olmur da. Yəni onun üçün müəyyən bir texnika mı var, metodika mı var? Yaddaş, yəni yaddaş. Biz əvvəllər öyrənəndə telefon yox idi, sosial şəbəkələr yox idi. Bizə necə öyrədirdilər, o da yadımızda qalırdı. Yəni biz elə də inkişaf eləmişik. Amma indi şükür Allaha hər şey var. Yəni yadda da qalmayanda belə telefonla çəkirlər, saxlayırlar. Yəni belə hallar da olur. Təkrarlayırlar. Bir də elə immunitetdən bayaq danışmış. Aktivliyin immun sistemə təsiri var. Onunla bağlaşdırıb söyləyə bilərəm ki, mən bilirəm, ona görə. Bəli, yəni bunu bir həkimin də təsdiqləməsi təbii ki, sizi ürəyinizə açar. Yəni bunu patofizioloji anladım sizə. Fiziki aktivlik, yəni istər idman, istər rəqs, istər müəyyən templə hərəkət, yürüyüş, monoton yürüyüş, istər qısa və uzun əzələlərimiz var. Bu əzələləri hərəkətə keçirdir. Əzələlər hərəkət etdiyi zaman qan dövranı sürətlənir. Qan dövranı sürətləndiyi zaman hüceyrə içərisində mitoxondrilərimiz daha sürətli çalışmağa başlayır. Və bizə enerji verən də məhz o küçücük mikroskopik mitoxondrilərimizdir. Və bu enerji balansını, necə məsələn bu otaqda işıqlar olmasa efirimiz də yaxşı, xoş görünməz, deyilmi? Və bu işıqlar studiyada enerji yaradır. Eləcə də bizim daxilimizdə enerjini yaradan o mitoxondrilərimizdir. Və o spor hərəkətlər hüceyrə daxilindəki mitoxondrilərin həm sayca artır, həm işini artırır və enerji balansını yüksəldir. O cümlədən də immun sistemi gücləndirir. Bu şəkildə xəstə isə tez sağalırıq.
qızdırmamız varsa tez düşə bilər. İstər xəstə uşaqlarda, can, maşallah deyin, ay Tərkəl xanım sizə gözləyəcək. Maşallah, maşallah. Mən nəyə soruşum? İstər xəstə uşaqlarımızda, yəni xəstələnən, bu virus infeksiyalarına düçar olan uşaqlarımızda, istər sağlam uşaqlarda, valideynlərin şəxsi təcrübənizə əsasən istəyirəm cavablandırasınız, Lalə xanım. Şəxsi təcrübənizə əsasən valideynlərin uşaqları üzərində etdikləri ən böyük yanlışlar hansılardır? Doğru mütəxəssisi birinci bula bilməmələri, onları günahlandırmıram. Doğru mütəxəssisi bula bilməmələri. İkinci növbədə doğru mütəxəssis bulurlar, amma onları dəyərləndirməmələri. Yəni, ikinci sıradakı valideynlər daha çabuk məğlubiyyətə uğrayırlar. Çünki məsələn, doğru yönləndirirsən, səni basitə alıb düzgün riayət etməməsi. Məsələn, bu autizmli uşaqları, xüsusilə məsələn, müalicə yazıram, deyirəm ki, get, bu müalicə yekun müalicə deyil də. Yəni, bununla yanaşı sən reabilitasiyada getməlisən, fiziki aktivlik üçün, sən ağız məşqi etməlisən, qidalanmana fikir verməlisən, loqopedə, psixoloqa. 3 aydan sonra gəlir, deyir ki, həkim heç bir dəyişiklik yoxdur. Niyə yoxdur? Hələ də tablet kullanır, ekrana baxır, hələ də loqopedə getməyib və yaxud da psixoloqa getməyib, hələ də mətbəx dəyişməyib, hələ də fizik tədavi getməyib. Deyir, həkim siz resept yazmışsınız da, amma müalicə yetərli deyil. Eynən, gərək ki, özümüz də bir çaba sərf eləyək. Bax, qidalanmadan danışmışkən, az yemək yeyən uşaqların valideynləri adətən istəyirlər ki, daha çox yemək yesin də uşaqları, daha iştahlı olsun. Lalə xanım, qarşıyam. Az yesin, amma öz yesin. Yəni, az yesə belə yetərli bəslənsin, yaxşı yesin. Ay, sağ olun. Məsələn, bir tarelka aş yeməkdən, pilov yeməkdənsə, küçük bir qreçka və yaxud da küçük dilim bir brokoli. Mən də üzr istəyirəm, yenə də sözünüzü kəsirəm. Məndə də tələbələr var ki, kökdülər. Buradan da var o tələbələr. Siz onları rəndələyirsiniz. Buradan hamısını bir-bir əridirəm. Bəli, sadəcə mənim dediklərimə əməl eləsinlər. O bir də görürsünüz ki, bayaq dediniz, bağırsaq problemi, çox güclü qəbz problemi, uşaq qarın şişir bu boyda, bədən hərəkət eləyə bilmir. Gəlirlər rəqsə, təbii ki, onların zaman-zaman rəqsə davam elədikcə onların nəfəs almaları falan, tıxanyaları falan hər şey düzəlir. Amma mütləq xanımın dediyi kimi yeməklərə də fikir vermək lazımdır. Bir boş qab aş, rəqsdən sonra gedib bir boş qab aş, bir boş qab xəngəl yeyirsə, o uşaq qətiyyən arıqlamaq gözləməyin, daha onda problemlər gedir, piyələnmələr gedir. Hətta qidanın da beyindəki sirkadian ritmi var. Yəni bəslənmənin o kök uşaqlar deyirəm, topuz uşaqların valideynləri mütləq. Xüsusi qayğıya ehtiyac olur. Təzyiq yaradacaq bu uşaqda. Ürək qan damar sistemlərində problem, ateroskleroz, damarların tıkanması. Belə simaları qızarır belə. O da belə. endokrin problemlər yaradacaq. Türkənə xanım, bu autizmli uşaqlardan danışdı canınız bir ola. Bəs autizmli olsun, digər xüsusi uşaqlar, nitq problemi və yaxud da psixoloji geri olan uşaqlar olurmu qəbullarınıza? Bəli, olur. Hətta bu yaxınlarda Down sindromlu uşaq da yaxınlaşdı. Mən düzü Down sindromlu yox, amma o autizmli, bəzən nitq problemi olan uşaqları hiperaktiv uşaqlar olur. Hiperaktiv uşaqlar olur. Sözə tab gətirməyən. Onun sonucu biraz müəllim, qaydalar var. Müəllimin psixologiyasına bələd olmalıdır ki, hansı uşaqla necə davranmaq lazımdır. Autizmli uşaqlar isə həkim nəzarətində olursa və həkim icazə verirsə ona rəqs edin, təbii ki, götürürəm. Bax, hiperaktivlikdə başlayıb rəqsə qoymaq istəyən valideynlərə nə tövsiyəniz var Türkənə xanım? Tövsiyəm odur ki, əgər rəqsə qoymaq istəyirlərsə, mütləq qoysunlar. Yəni, amma rəqs belə bir şeydir, qabiliyyətdir, istək. Necə ki, müğənninin səsi var, gözəl səsi var, oxuyur. Yəni, bu, sonra onun təsirini alır, daha da irəli gedir. Amma rəqs də belə bir şeydir. Birinci qabiliyyəti olmalıdır. Qabiliyyətli uşağı təbii ki, biz gələcəkdə xoreograf da ola bilər, rəqs müəlliməsi də, rəqqasə də ola bilər. Amma belə qabiliyyəti olmasa da belə, rəqsə gələn uşaq heç nə də öyrənməsə belə çox gözəl qaməti olur, çox gözəl özünün görünüşü olur və sağlamlıq olur. Elə görürdük, uşaqlar özgüvənli olurlar, həqiqətən də. Sistemi dediyiniz kimi güclü olur, yəni çəkinməyin, rəqsə gəlin. Ona bağlaya bilərəm, yəni uşaq vaxtı axıcı olaraq rəqsə getdiyimə görə bəlkə də və bunun üçün valideynlərimə təşəkkür edirəm. Öz övladlarım da elədi, yəni aparmamışam həkimə, çünki mən bilirəm onlar necə nəzarət etmək lazımdır. Buradan da tələbələrimə deyirəm, demişəm də, deyirəm də, valideynlərə də deyirəm, mütləq aktiv həyat, yəni hərəkətli olmaq lazımdır ki, immun sistemi onda güclü olur. Ay, nə gözəl. Virusları yenirik. Lalə xanım,
virusları yenmək üçün aktiv olduq. Rəqsimizə getdik, izləmiş olduq. Sayənizdə Türkənə xanım gözümüz, könlümüz açıldı uşaqların rəqsləri ilə. Maariflənmiş olduq. Türkənə xanım sizə, Lalə xanım sizə gəldiyiniz üçün, dəvətimizi qəbul etdiyiniz üçün və proqramımızı daha da rəngarəng elədiyiniz üçün dəyərli izləyicimiz, qonaqlarımız Bioloji Təbiət Klinikasından dəvətli inteqrativ funksional uşaq həkimi Lalə xanım Nəsirova və eyni zamanda qeyd etmək istəyirəm ki, Şuşa Mədəniyyət Evinin bədii rəhbəri, Buta rəqs qrupunun yaradıcı rəhbəri, xoreoqrafı, pedaqoq, eyni zamanda dəyərli mütəxəssisimiz, dəyərli dostumuz Türkənə xanım Bayramova ilə bugünkü buraxılışımız, bugünkü efirimiz yavaş-yavaş yekunlaşır. Qismət olsun, sabah eyni vaxtda eyni zamanda görüşmək ümidi ilə özünüzdən və gələcəyiniz olan körpələrinizdən müğayət olun. Xudahafiz.